qulaq asın. Hər gecənin əvvəli Ramazan ayı daxil oldu, onun gecəsi. Məsələn, xiftən namazından sonra sübh namazı necə vaxtımız var? Bunun əsnasında 2 rükət namaz var, onu qılasan. 2 rükət namaz. Hər rükətdə Fatihədən sonra 3 dənə ixlasdır. 2 rükətdir. Hər rükətdə Fatihədən sonra 3 ixlasdır. Sübh namazı kimi qılınır. Niyyətin də budur. Ramazan ayının namazını qılıram qürbətən ilallah. 30 gün bu namazı qıl, gecə vaxtı. Allah özü deyir, hər qıldığı rükətə görə Allah 100.000 mələk yaradır. Bu 100.000 mələyin işi budur. Bunun günahlarını pozur. Bu bir işidir. İkinci işi budur. Bunun əməl dəftərinə savablar yazır. Üçüncü işi budur. Buna Allah mələklər yazır, hər gün yazırdı ora. Dərəcələrin qaldırır. Dərəcə qalxmasını yazır.